Salam əziz kimyaçılar, sizi Mendelevizm kanalından salamlayıram. Bugün Kimya 2007 birinci qrup sınaq nömrə 4-ə baxasıyıq. Başlayaq. Birinci sualda bizdən maddələrin formullarını soruşur. Ən yaxşısı maddənin formulunu yazıb sonra cavabda uyğunlaşdırmaqdır. Butin deyir. 4 dənə karbonu əvvəlcə yan-yana düzürük. Butin 2 deyir. Deməli, alkin ikinci karbonda olmalıdır. Buna görə də bura 2 dənə pi rabitə əlavə edirik. İkinciyə baxaq, divinil. Divinil isə 2 vinil radikalının birləşməsindən əmələ gəlir. Cavab olacaq C variantı. İkincidə soruşur ki, hansı reaksiyanın məhsulu polimerləşə bilər? Bu yaxşı düşməyib. Burada benzol həlqəsidir. Üzərinə də üstünə H2 gəlib. Buradan disikloheksan alınacaq. Disikloheksanda da bu formada olur. Pi rabitəsi olmadığına görə polimerləşə bilmir. B variantına baxaq. B variantında burada C2H5 var. Ondan 2 dənə hidrogen çıxır. Burada göstərirəm, elə bunun üzərində. Burada C, burada C. Bunların hidrogenləri çıxır. Burada qollar boş qalır. Bunlar da birləşir. Strol əmələ gətirir. Yəni ki, pi rabitəsi olduğuna görə polimerləşə bilər. Ümumilikdə polimerləşmənin şərti pi rabitəsinin olmasıdır. Molekulunda 2 ədəd ikili karbon atomu olan amini müəyyən edin deyir. 2 ədəd ikili karbon atomu olsun. İkili karbon atomu nədir? Əvvəlcə bunu bilək. İkili karbon atomu bir karbondan 2 dənə karbon çıxmış olsun. Budur. Burada bir dənə var. Başqa mən görmürəm. Bura baxaq. Burada bunu açıq formada yazaq. Çaşmayaq. Yoxdur ümumiyyətcə. C variantında 3 dənə yazacaq. Bir dənə də N olacaq. Burada da olmayacaq. D variantına baxaq. Burada da yoxdur. Y variantına baxaq. Bir dənə burada var. 2 dənə karbon birləşib. Bir də bu var. 2 dənə karbon birləşib. Amindirmi? Amindir. Bəli. Cavab olacaq Y variantı. Keçək 4-ə. 4-də deyir ki, reaksiyaları müəyyən edin. Burada oksidləşmə reduksiya reaksiyası olmasa, termit qaynağı birinciyə doğru olacaq. C variantı getsin, D getsin, Y getsin. Elektroliz var, termit qaynağı. Bunlar gedər. Albestarın daha doğrusu bərkiməsi olacaq. Çünki bu susuz spirtə gəlmə reaksiyasıdır və burada oksidləşmə reduksiya reaksiyası olmayacaq. 5-də butin 1-i butin 2-dən fərqləndirən amili bizdən soruşur. A variantında deyir ki, argin 22-nun NH3-də məhlulu ilə reaksiyaya daxil olması. Cavab bu olacaq. Niyə bu olacaq? Onu izah edim. Çünki əvvəlcə butin 1-in formulunu yazaq. Butin 1-də burada bir dənə hidrogen olacaq. Butin 2-ni yazaq indi də. Butin 2-də isə bu formada olacaq. Hidrogenləri hamısını ayrı-ayrılıqda düzmürəm. Argin 22-nun NH3-də məhlulu ilə reaksiyaya daxil olmasında şərt budur ki, pi rabitələrin olduğu yerdə olan karbonun yanında, ən az birinin yanında ən az bir hidrogen olmalıdır. Bu ödəyirmi? Butin 1 ödəyir. İndi ikinciyə baxaq. İkincidə bax, burada da 4 dənə rabitə çıxdığına görə hidrogen olmayacaq. Burada 4 rabitə çıxıb artıq karbonun valentliyi bitib. Ona görə də hidrogen olamaz. Hidrogen olmadığı üçün də argin 22-nun NH3 məhlulu ilə reaksiyaya daxil olmayacaq. Cavab olacaq A variantı. 6-da nisbi molekul kütləsi 142 olan alkan molekulunda neçə karbon atomu olduğunu soruşur. Alkanların ümumi formulunu yazaq. CN, H2, nisbi atom kütləsini yazaq. 14N plus 2. Neçəyə bərabərdir? 142-yə bərabərdir. 14N buradan neçəyə bərabərdir? 140-a bərabərdir. N neçəyə bərabərdir? Bəs 10-a bərabərdir. Cavab olacaq C variantı. 7-ci suala baxaq. 7-ci sualda bizə deyir ki, kalium 2CO3, plin bumo və silisium O2-dən billur şüşəni necə almaq olar? Şüşəni əritməklə alırlar. 8. Hansı reaksiyalar zamanı həcm dəyişir? Həcm dəyişir deyə bir sual var isə, əvvəlcə bərk maddələrə baxmırıq burada. H2 üstə gəlsin, xlor ki 2 mol H xlor alınır. Bax, 1 mol qazın qabağında, 1 mol qazın qabağında birləşdi elədi 2 mol. Həcm dəyişdimi, dəyişmədimi? Reaksiyanın solunda, sağında da 2 moldur. Deməli, birinci variant səhv variantı. 1 olanları çıxırıq.
Elə bir variantda 1 var. İkinciyə baxaq, karbon. Karbon bərk haldadır. Ona görə karbonu buradan karbonun həcmini götürmürsən. O2, CO2 1 1 dəyişdimi? Dəyişən bir şey oldu mu? Olmadı. Ona görə 2 də çıxdı. 2 olan variantlarda silir. Cavab sadəcə qalır A variantı. İndi baxaq, 2 dənə kalsiumdur. Yenə kalsiumu burada saymayacağam. O2-dir, 1 moldur. 2 mol kalsium O'ya gəlib. Dəyişdimi? Dəyişdi. 4'te də burada yenə karbon var. Karbonu saymayacağam. 1 mol idi. 2 dənə CO-ya gəldi. Dəyişdimi? Bəli, dəyişdi. Ona görə də cavab olacaq A variantı. 9'da soruşur ki, 2 mol natrium NO3-ün termiki parçalanmasından neçə litr qaz alınır? Əvvəlcə natrium NO3-ü gəlin termiki parçalayaq. Natrium NO3 parçalanır. Natrium NO2 plus O2. Aktiv metalların nitratlarının parçalanması bu formada olur. İndi baxırıq nə yazaq? Bura 2 yazaq. Burada 2 yazaq. Oksijen sayına baxaq. 6, 4, 6. Düzəldimi? Düzəldi. Bəli. Elə 2 mol soruşur bizdən də. Neçə litr oksigen alınır? 22.4 alınır. Cavab olacaq Y variantı. Hansı sırada oxşar xassəli elementlər göstərilib deyə soruşur 10-cu sualda. Oxşar xassəli elementlər dedikdə bir qrupun nümayəndələri nəzərdə tutulur. O da bir qrupun nümayəndələri olacaq B variantında. 11'də hansı reaksiyadan H2 alınır? Elə o bir sınaqlarda 2007'nin o bir sınaq nömrələrində də bu tipdə sual var idi. Bax, əgər aktiv metalın hidridi olarsa, hidridin də üzərinə su gələrsə, burada alınacaq H2. Əgər aktiv metalın oksidi olarsa, üzərinə H2 gələrsə, oradan H2 su gələrsə üzərinə H2 ayrılmaz. Amma əgər aktiv metalın özü olarsa, onun üzərinə H2O gələrsə, o zaman yenə hidroksidi alınır və H2 alınır. Belə, cavab olacaq Y variantı. Keçək. 12'də qazların sıxlıqlarının artma sırasını soruşur. Qazların sıxlıqları ümumilikdə Rho-nun düsturu nədir? Rho bərabərdir M bölünsün V-dir. İndi əgər qaz deyirsə, qazların hamısının həcmi 22.4 litrdir. Sadəcə burada fərqli olan M olmuş olacaq. Yəni Rho M-dən düz asılıdır. Ona görə bunların M-lərini hesablayırıq. Xlor 2, 35.5 vurulsun 35.5 olacaq 71. 71. O2 olacaq 32, N2 də olacaq 28. Müqayisə edəsi olsaq, birinci böyükdür ikincidən, ikinci də böyükdür üçüncüdən. Belə cavab variantı da olacaq C variantında. 13'də natrium HCO3-ün parçalanma reaksiyasıdır. Çünki başlanğıcda bir mürəkkəb maddə var, sonra isə bəsis və mürəkkəb maddələr alınması ilə gedən reaksiya parçalanma reaksiyası olur. Hansı maddə H-xloru ilə reaksiyaya girir? H-xloru ilə reaksiyaya girirsə, burada nə olacaq? Deməli, baxaq. Bax, burada spirt olar. Niyə spirt olar? Çünki spirt turşu ilə reaksiyaya girir və mürəkkəb F əmələ gətirir. Ona görə buradan turşular silə əvvəlcə. Bu aldehidli gedər, bu C2H4 gedər. 2 dənə spirtimiz qaldı. Normal şəraitdə mayedir və indikatorlara təsir etmirdi. B variantı bunda səhv çıxacaq. Çünki C6H5OH suda məhlullu zəif səhrai rəng verir. Cavab olacaq A variantı. 15'də hansı mineral gübrənin tərkibində 2 əsas qida elementi var? Qida elementləri hansıdır? N, P, K-dır. Baxaq hansında 2 dənədir. Burada bir dənə deyəcəkdir. Burada bir dənə deyəcəkdir. Burada bir dənə deyəcəkdir. Burada bir dənə deyəcəkdir. Cavab olacaq D variantı. Hansı reaksiya gedir? Reaksiyanın getməsi şərti odur ki, sonda ya bir çöküntü alınsın, ya qaz alınsın, ya da maye alınsın. Natrium sulfidinə natrium hidroksidi reaksiyaya salaq. Bax, məsələn, tutaq ki, reaksiya yazası olsaq, bu bura gələcək, bu bura gələcək. Nə fərqi oldu ki, heç bir fərqi olmadı. Ona görə A variantı yanlışdır. B-də kalium sulfat və natrium xloridi deyir. Kalium xlorid çöküntüdürmü? Deyil. Natrium sulfat çöküntüdürmü? Deyil. Deməli, reaksiyaya getməyəcək. C variantında alüminium nitrat, kalium sulfat deyil. Alüminium sulfat çöküntüdürmü? Çöküntü deyil. Kalium nitrat çöküntüdürmü? Deyil. Xeyr. Çünki ümumilikdə nitratın onsuz da bütün duzları suda həll olur və əgər bir duzun tərkibində natrium, kalium varsa, o duz mütləq suda həll olacaq. D variantında magnezium hidroksid deyir və xlorid turşusu deyir.
Aha, baxaq buna. Magnezium xlor üstə gəlinsin xlor turşusu. H xlordur. H xlorda suyu götürər. H2O. Cavab olacaq elə D variantı. Doğru cavab çıxdı. 17-dən naməlum aldehidin 4,48 litr hidrogenlə reaksiyasından 12 qram spirt alınmışdır. Bu aldehid molekulunda neçə karbon atomu var deyə bizdən soruşur. İndi yazaq. Bax, əgər mən 22,4 götürürəmsə hidrogeni, bu zaman spirtin formulunu yazaq. 14-in üstə gəlinsin 18. 18. Bu o qədər qəşəng olmadı. Biraz kənarda yazım. 22, 14-ə 14-in üzərinə gəlinsin 18 alınır. 18. İndi bizə deyir ki, 4,48-ə də 12 qram spirt alınmışdır. Bu da neçə eləyir? 60 eləyir. Buradan 14-in plus 18-in cəmi 60-a bərabər olmuş olur. 14-in bərabər olmuş olur 42-yə, n də bərabər olmuş olur 3-ə. Karbon atomunun sayını soruşur, amma aldehid molekulundakı karbon atomunun sayını soruşur. Spirtə keçdiyində karbon atomunun sayında heç bir dəyişiklik olmaz. Ona görə də cavab olacaq Y variantı. 18-də deyir ki, hansı reaksiyada mis-2 hidroksid alınır? Burada sizə çaşdıra biləsi variant yalnız B variantı ola bilər. B variantında silməyimizin səbəbi odur ki, pasiv metallar su ilə reaksiyaya girməz. Yenə əvvəlki 16-cı sualda reaksiya tamamlama qaydası. Bir çöküntü mü olmalıdır, bir çökən olmalıdır, bir qaz halında çıxan maddə olmalıdır ya da maye olmalıdır. Baxaq D variantına. Bax, buradan kuprum OH-a gələcək, barium xlor olacaq və qələvlərdən başqa digərləri hamısı çöküntüdür deyə D variantı doğru cavab variantı olacaq. Müvəqqəti codluğu hansı maddələrin köməyi ilə aradan qaldırırlar deyə soruşur. Burada cavab olacaq 1, 3. 2 olmaz çünki burada H var isə, hidridi var isə, o tam reaksiyaya gedə bilmir. 20, C6H12, O6, 6 karbon alınır, 2 maddəsi və 6 dənə də su alınır. Burada bu əzbər materialdır. Bunu xüsusilə yazacaq bir şey yoxdur. Qatı sulfat turşusu olacaq cavab. 21-ə baxaq. 21 nömrə 3-də var idi. Eynisi səhv etmirəmsə. Amma yəni 2007-lərin hansındasa birində eyni sual var idi. Natrium xlor suda məhlulu durulaşar. Nə zaman durulaşar? Su əlavə ediləndə durulaşarmı? Durulaşar. Suyu buxarlandırdıqda durulaşarmı? Xeyr, qatılaşar. Natrium xlor əlavə edəndə nə qarar? Yenə qatılaşar. Cavab olacaq Y variantı bizdən durulaşar soruşduğu üçün. 22-də kuprum OH-dan 2 dəfə üstə gəlsin H xlor, kuprum xlor 2 üstə gəlsin H2O alınır. Bunu əmsallaşdırma qaydası ilə də yaza bilərsiniz. Amma bəzi reaksiyalar var ki, onlara həqiqətən əziyyət çəkib yazmağa gərək yoxdur. Bax, burada oksigen tək saydadır. Bura bir 2 at. 2 atanda burada oksigen sayı bərabərləşdi. 2 hidrogen burada var. 4 dənə hidrogen burada var. Burada 2 at. Xlor 2 dənə olacaq. Xlor 2 dənə düzdür. Kuprum bir dənə düzdür. İndi bizdən nə soruşur? Turşunun əmsalını müəyyən edin deyir. Turşunun əmsalı da Y variantı olacaq. Yəni 2 dənə H xlordur çünki. 23-də artıqlaması ilə götürülmüş H xlor məhlulundan amonyak qazı buraxdıqdan sonra məhlulun kütləsi 34 qram artmışdır. Bu zaman əmələ gələn duzun kütləsini bizdən soruşur. Aha, biraz aşağı düşün, aşağıda yazın. Deməli, əvvəlcə reaksiyanı yazaq. NH3 üstə gəlinsin H xlor alınacaq NH4 xlor. Aha, indi yazaq. Əmsallaşdırmağa gərək varmı? Yoxdur, xeyr. 17 bundan götürəndə kütlə nə qədər artmış olacaq? Bax, bunun kütləsi olacaq 53,5. Burada onu da bizə verib. Burada ml-lərini verib. 34 qram artmışdır deyir indi ikincidə. 34 olduqda isə x olacaq. X də burada olacaq 107. Belə cavab olacaq nə?
107 A variantı. 24-ə baxaq. Bəs maddənin adını göstərin. Qrafit olacaq cavab. Çünki qrafit nədir? Karbondur. Hava qarışıqdır. Amonyak NH3-dür. Benzol C6H6-dır. Dəm qazı da CO-dur. Səhv variantlardır. 25. Hansı reaksiya düzgün deyil deyə soruşur. A variantında problem görmürəm, düzgündür. B variantına baxaq. Bax, B variantında H2SO4 qatı götürülüb, kuprumla reaksiyası və burada S verib. Yanlışdır. SO2 olmalıydı. Ona görə də deməli düzgün olmayan cavab B variantı olmuş olacaq. Bu sınaqda bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Hər birinizə uğurlar arzu edirəm.